Deməli 2006-cı ildə kurikulum layihəsi yeni başlayanda ki, arada zarafat deyirəm, günahkarlardan biri də mənəm, o qiymətləndirmə hissəsində çalışırdıq. Bizə ondan qabaq təlimlər keçirilmişdi beynəlxalq məsləhətçilər tərəfindən PISA testləri əsasında qiymətləndirmə markerli. Orada bizi ilk olaraq bu yoxlamalara cəlb edirdilər. Bir təlim bir şeyə qoyulmuşdu. Ezopun hekayəsi idi. Bir padişahın bir oğlu olur. Oğlu olanda neçə illərdən sonra oğlu olur. Oğlu olandan sonra münəccimləri çağırır ki, bəs mən oğlumu böyütmək istəyirəm, daha yaxşı, daha savadlı, ağıllı olsun və bundan bağlı nə görsənir? Münəccimlərin gəldiyi qərar olur ki, siz oğlunuzu şirdən qorumalısınız, onu bir gün şir öldürəcək. Ona görə şah qorxuya düşür və başlayır böyük bir mağara tikməyə, orada bütün oğlunu belə qapalı mühitdə saxlamağa. Amma aslında buna qərarı oğlan 13-14 yaşına çatanda verir. Görür ki, oğlu artıq böyüyüb, heyvan ovlamağa gedir, vəhşi heyvanlarla daha çox təmasdadır. Şahın yadına münəccimin dediyi o söz düşür və belə bir nəsə məkan düzəldir və oğlunu ora salır ki, şir ilə təmasda olmasın. Bir müddətdən sonra adam sözsüz ki, qapalı məkanda sıxılacaq. Bu oğlan gəlir divara bir yumruq vurur və oradan bir talaşa deyə, dilişə deyə əlinə batır, barmağında qanqren olur və ölür. Hekayə təqribən belə bitir. Sonunda bizə sual qoymuşlar ki, oğlanın ölümünə səbəb nə oldu? Nə bilim, cavablar var idi. Təqribən 9 dənə cavab variantı var idi. Şirdən oldu, təsadüfən oldu, cəhalətdən oldu, nə bilim, nə oldu. Müxtəlif cavablar var. Siz dediyiniz, Rafiq mənim dediyi məsələyə görə biz də müəllimlər olaraq və o cür mətin testləri bizdə yeni gəlirdi. Biz daha çox faktoloji testlər üzərində işləyirdik. Və biz müəllimlər o gələn mütəxəssisin yaxasından tutmuşduq ki, düzgün cavab nədir? O da dedi ki, baxın, qərar verin, nəsə də 2-3 məktəbdə, belə deyək, pilot kimi keçirilirdi. Bir xeyli müzakirədən sonra hamımız cavab axtardıq. Təsadüfən oldu, belə təsadüfdür. Yox, elə bu şir öldürdü, çünki şirin şəklinə yumruq vurmuşdu və o şir ölmüşdü. Nə bilim, birimiz izah edir ki, cəhalətdəndir, savadsızlıqdandır, həkimlik, tibb, inkişaf eləsəydi sağalda bilərdilər. Birimiz izah edir ki, bu alın yazısıdır, taleyin qədəridir, həyat belə gətirib, bu belə olmalıydı. Və sonunda bizə deyilən birisi nə oldu? Ya da hansı cavab düzdür? Uşaq hansı cavabı əsaslandıra bilirsə, faktlara söykənərək sənin cavab olduğuna inandıra bilirsə, düzgün cavab odur. Və təəssüflər olsun ki, bu gün bizim mətin testlərimizdə, açıq testlər dediyimiz o mətin testlərimizdə yoxlama variantında kütləvi daxil 100.000 uşağı yoxlamaq çox çətindir. Mən qurumu da qınaya bilmirəm. Rafiq mənim tamamilə haqlı dedi. Çünki bəzən hansısa bir nəşriyyatın, hansısa bir müəllifin testi belə təhsilin adına yazılır, təhsildə vəziyyət bərbaddır, bu imtahanlar niyə salınır və yaxud da Dövlət İmtahan Mərkəzinin test modellərində mən oxusam oradan başqa cavab çıxardıram, siz dediyiniz kimi Rafiq mənim oxusa başqa cavab çıxardır olur. Məsəl üçün Leyla haqlıydı, yoxsa Məcnun? İndi gəlin bir-birimizi qıraq, mübahisə və müzakirə mövzudur. Hərə öz prizmasından baxaraq cavab verəcək. Amma bir ümumi yanaşma var. Çünki testologiyada indi yəqin Nizam mənim də gələcək, o qiymətləndirməyə toxunacaq. İOL diye bir olimpiyada var dünyada. Lingvistika olimpiyadasıdır, dil olimpiyadasıdır, fərqli bir olimpiyadadır. Orada olimpiyadanın dili yoxdur. Bütün uşaqlar, dünya uşaqları o olimpiyadaya qoşulur. Eyni mətni, eyni testi görüb cavablandırır. Yəni, nə ingilis dilindədir, nə rus dilindədir, sadəcə məntiqə söykənən bir dil olimpiyadasıdır. Olimpiyada bitdi, bizim Hədəf Liseyinin bir Banu adında şagirdimiz var idi. 650 balından da sonradan yüksək balından qəbul oldu. Biz yer qazana bilmədik, amma finala qatılmışdıq, getmişdik. Sonra bizə bir məktub gəldi. Məktub gələndən sonra məktubda Banuya xüsusi sertifikat göndərdilər. Banu olsun ki, suallara düz cavab verməyib, amma Banunun təhlil, izah elədiyi yol çox maraqlıdır. Və çox qeyri-adi zəkaya sahib olan bir uşaqdır ki, gedişi fərqlidir. Və bizim ağlımıza və ya da bu test yazanların ağlına bu gəlməmişdi. Buna görə bir təşəkkür məktubu da göndərilmişdi. Ona görə kütləvi yoxlamalarda bunların hamısını nəzərə almaq mümkün deyil. Nəsə, mənim mövzum o deyil. Rafiq mənim həvəsləndirdi deyə toxundum. Məncə yorulmamışsınız da, yoxsa yox. Belə deyir o, keçən dəfə Elçin Şıxlı da bizim tədbirdədir. Bizim bir tədbirdə
çıxanda, çıxış eləyəndə, deyəsən İbrahim Nəboğlu idi. Dedi, təlimçi belə çıxanda gələ hərəkət eləsin, Saruçkasının qollarını belə qatlasın ki, mən belə mentoram, rahatam, nə bilim, öz güvənliyəm filanam, ora-bura gedin desinlər. İndi son vaxtların bu təlim deyək, dərs deyək, trening deyək, bunun adına da qoyub interaktiv olsun, çünki cəmaat yorulmasın. Bəlkə bir interaktiv bir oyun keçirək, sonra başlayaq. Məncə də. Deməli, müəllimliklə bağlı çox danışırıq. Mən mənim fikirlə razıyam. Mənə görə müəllim, indi sözün altında nə varsa, müəllim bütün zamanlarda müəllimdir. Onun müasiri, onun keçmişi, onun köhnəsi, onun təzəsi olmur. Çünki müəllim yalnız bilik öyrətməyə fokuslananda yenisi və köhnəsi olar. Müəllim əgər həyat öyrədirsə, o Aristotelin də müəllimi həmin müəllim olmalıdır. Nə bilim, bugünkü uşaqların da müəllim, mən də o yanaşmadayım, amma müasir trendlər var, biraz belə ad qoyanda cool olsun deyirik, ona görə də müəllim, müəllim, Nizam mənim dedi, müasir müəllim, mən dedim, oraya bir dənə modelin qoyaq, biraz belə qəşəng səslənsin, qeyri-adi səslənsin, cəmaat bilməsin, görəsən nə var onun içərisində. İstərsəniz bu ad həmişə bu cür yanaşılır və bu cür düşünür. Müəllimin sinifdəki hərəkəti, aktivliyi, onun sözü bir natiqin belə baxsaq, baxışıdır. Təsəvvürlə bir natiq bu səhnədən bir çıxış eləyir. Orada bizə çatan o vermək istədiyi informasiyanı 3 yolla verir. Bir, bədən dili dediyimiz jest və mimikaları ilə. 2, söz, səs, baritonluğu, nəsə səs oynatma, səs tonları ilə. Bir də sözsüz ki, əsas mahiyyəti olan nə danışdığındandır. Yəni, deməli sözlər, demək olduğu sözlərin mənasındadır. Bu 3 natiq üçün vacib olan amil var da. Söz, səs və bədən dili. Belə araşdırmalar aparır. Bəzən deyirlər, söz çox önəmli olmalıdır. Bəzən deyilir, yox, nə bilim, səs çox yaxşı olmalıdır ki, auditoriya onu dinləsin. Bəzən deyilir ki, yox, müəllim gələ hərəkətli olsun, dinamik olsun, arkadaşlar, nə bilim, yatmasın, hamı prosesə qoşulsun. Belə fikirlər var. Amma bir statistika aparılıb, statistikanın nəticəsini mən sonunda deyəcəm. Əgər bu üçü də möhtəşəm olarsa, səs də onu möhtəşəm, söz Quran ayəsi, nə bilim, bədən dili belə deyək də, ən yaxşı natiqin bədən dili formasında olarsa, auditoriyaya təsir eləyən ən çox hansıdır? Belə bir sual vermiş oluruq. Mən təqribən sualımızı vermişəm. Mən bir 2 dəqiqəlik bunu gözləsəz, məncə maraqlı bir proyekt olacaq. Bəlkə də görmüşsünüz, bilmirəm. Sonra getməyinizi xahiş edərəm. Deməli, birinci soruşuram ki, sizcə natiqin bütün çıxışları, dediyimiz bu üçü də möhtəşəmdirsə, auditoriyaya ən çox təsir edən hansıdır? Söz deyənlər əlin qaldırsın. Yoxdur. Yəni, ağzına nə gəlsən, danış, bir dənə orada uşaq var, eşq olsun sənə, əlin qaldırdı. Söz deyəndə, söz mənası olsun, nə olur olsun, amma biz danışaq deyilsin. Söz deyənlər var bir 3-5 nəfər. Səs tonu deyənlər, haradasa mən bunu belə 30-40%, 50%-ə yaxın bölə bilərəm. Bəs bədən dili deyənlər, bir yenə xeyli var, belə bədən dili ağırlıq təşkil eləyir. Ona görə də bunu bir kiçik oyun ilə, bəlkə də görmüşsünüz, amma belə təbii indi gəldi, seminarın mövzusuna keçməmişdən qabaq. Qızlar, bu təlimi yox, o biri slayd açacaqsınız. Səma xanım, o biri slayd açın, hədəfdə sistem. Hə, belə deyək, mənə kömək eləyəcək Gülzar xanım yaxına gəlsin, yoxsa mən bir nəfər özüm yaxına gəlirəm. Deməli, əllərimiz belədir. Əl çalacaq, rahat olun, işimizi görmür, özümüzü sərbəst olun, stres atın arada. Nə qədər biz işləyəcəyik, onun bunun uşağın dərdini seçəcəyik. Arada öz dərdimizi də seçəcək. Əllər yuxarıda. Deməli, mənim eşidirsiniz hamı. Arxadan da eşidirlər, səsim gəlir. Deməli, 1 deyəndə əl çalırıq, 2 deyəndə əl çalırıq, 3 deyəndə əl çalırıq, belə əl çalırıq. Və davam edirik. 1, 2, 3, 4. Statistikanın gətirdiyi nəticə budur ki, təqribən 63% bədən dili təsir eləyir. Çünki mən 4-dən sonra durdum və siz hələ də əl çaldınız. Çünki biz gördüyümüzü eləyirik, eşitdiyimizi yox, gördüyümüzə daha çox hakim oluruq. O baxımdan müəllim bir nümunə olmalıdır, özünü göstərə bilməlidir. Yəni, özü lumlu mudur, batində əmma dediyi mənaya bir bax, Qasım və Zakirdən baxsaq, ki, yəni biz başqa bir şey danışıb, başqa bir şey tələb eləyəndə o paralel pozulur. Bu baxımdan müəllimlik bir çərçivədir, müəllimlik bir çox ağır sənətdir. Mən bu peşəni seçən
məndən böyüklər də var, gənclər də var, həmyaşlılarımız da var. Alqışlayıram. Niyə? Ona görə ki, doğrudan çox çətin pəsədir. Məsələn, başqalarının elədiyi hər şeyi və yaxud da heç nəyi biz eləyə bilmirik. Şamil müəllim tutaq ki, nə bilim, cebqa qoyub 2 dəfə sinifə girsə, hamı lağ eləyəcək ki, buna baxın, bu xeyr olar. Sən müəllimsən, özü düzənməli apar. Nə bilim, bir uşaq gəlib mənə görsə ki, bir yerdə nerede atıram, müəllim adamsan, ayıb da el içində, obasında belə olmaz deyə. O qədər çərçivələr var ki, bu bizi daimi sıxır. O baxımdan biz yəqin ki, özümüz bir nümunə olub, nümunə göstərməliyik ki, qarşı tərəfdən də bunu ala bilək. Raqib, mən sizi gördük, əgər sizin seminara çatmayınız var, təşəkkür edirik. Seminarımızı keçək və başlayaq biz təlimə. Mən yəqin ki, sizi bir 40 dəqiqə yormuş olacağım. Nizam müəllim hələ gəlib çıxmayıb, yoxsa gəlib çıxıbsa görmürəm. Biraz da keçək, slaytlara kim baxır oradan? Saxla, qaytar. Belə bir söz ilə başlaydım adətən. Müəllim dünənin adamıdır, bu günə sabahı öyrətməyə çalışır. Və o qədər gülməli, o qədər absurd bir prosesdir ki, yəni mən dünən kimlərdən dərs almışam, bu günə mən dərs deyirəm, sabahın insanına yol göstərməyə çalışıram. Mənə görə bunun elə yanlış tərəfi və çətin tərəfi burasındadır. Çünki bizim dünən öyrəndiklərimiz bugün heç bir şey yaramır. Bugün öyrətdiklərimiz sabah heç bir şey yaramayacaq. Amma nə baxımdan? Sadəcə bilik baxımından, sadəcə informasiya baxımından. Çünki xırda bir detalı deyirəm, mənim atam, mən aşıq oynayanda məni danlayırdısa, nə bilim döyürdüsə, cəzalandırırdısa, mən bugün uşağıma aşıq oynamağı, çilincağı oynamağı öyrətmək istəyirəm. Niyə? Milli mentalitetdir, dəyərlərdir deyirəm. Amma mənim uşağım planşetdə oynamaq istəyir. Ki, planşet yanlışdır, nə bilim, zərərlidir, filandır. İndi əmin olun ki, bugünkü 10 yaşlı uşaq sabah dədə olanda, bəlkə planşet yox, başqa bir şeyə qadağa qoyacaq, deyəcək, planşet nostaljidir, biz uşaq vaxtı belə eləydik, bu dəyərlərdən danışacaq. O baxımdan, dünənin müəllimi bugünə sabahı öyrədirsə, Rafiq müəllim dedi, Einstein'in, amma mənim də eşitdiyimə görə Edison'un sözüdür, hər şey unulandan sonra yadda qalanların toplusu təhsildir. Yəni, biz öyrətdikdən sonra onun yadına nə qalırsa, təhsil odur. O baxımdan bizim, mənə görə müəllim bir modeli desək, bir müəllim yalnız sinifə biliyi ilə, savadı ilə hükümranlıq eləməsinin artıq dövrü bitmişdir. Bir müəllim bir anlıq, indi vaxtınızı da almaq istəmirəm, vaxtımız da azdır, mən də çox şey vermək istəyirəm, fürsətdən istifadə edib. Siz bir anlıq yadınıza salın, orta məktəbdə oxuduğunuz dövrləri və hansı müəllim yadınızda qalır, niyə yadınızda qalır və nə üçün xatırlayırsınız? O müəllimlərdən iki variant yadımızda qalacaq. Ya bizə çox böyük pislik eləyib, çox pis örnək olub, ya da çox böyük mərhəmətli insan adam olub ki, mən onu xatırlayıram. Və onun mən elədiyi, sinifdə öyrətdiyi mübtada, budaq cümləli, tabeli, mürəkkəb cümlənin tərəfləri arasında sintaktik əlaqə deyil. Onun mənə öyrətdiyi sığaldır, hörmətdir, sevgidir, sayğıdır, insanlıqdır və s. və s. Bu baxımdan bayaqki sualımıza bir də qayıdıram. Müəllimin dünəni bugünün sabahı olmur, müəllim həmişə müəllimdir. Yəni, bütün tarixlərdə o müəllim o adı daşıya bilirsə, biz onu Azərbaycan dilində ifadə eləsək, öğütçü deyə bilərik. Çünki müəllim sözü ərəbcədən gəlmədi. Öğütçü adını götürsək və onun altında nələr gedə bilirsə, biz müəllim onu ifadə edə bilirik. Keçək ikinci slaydımıza. Deməli, bu ikinci slaydı qızlar məni eşitmir orada. Səma xanım, arada işarə eləyim, belə eləyim, davam eləyim, yaxşı. Bu şəkildə nə görürsünüz ki, görürsünüz? Bir ilk telefonun Graham Bell'ın telefon modelidir. Yəni bir zamanlar dünyaya bugün artıq hökmranlıq eləyən bir model. İkinci də müasir telefonlarımız var. Mən bunu slayda hazırlayanda bu Samsung nə bilim 8 idi, 12 idi, nə idi bilmirəm. İndi artıq çox versiya çıxıb ortalığa. Telefon bir zamanlar yalnız səs ötürücü idisə, indi bizim həyat tərzimizdir. Nə bilim, qeyd dəftərçəmizdən tutun, fotoqrafımızdan tutun, musiqi bazamızdan tutun, video qaleriyamızdan tutun. Yəni ağlımıza gələn və gəlməyən hər şey bu telefonun içindədir. Davam eləyək o biri slaydımıza. Bu maşındır. Bildiyiniz maşının ilk icadından bugünə gələn bir yolu nəzərdə tuturuq. Təqribən ilk maşın gördüyünüz yəqin ki Mercedesdir, yəqin Mercedesin maşınıdır da, səhv eləmirəmsə. Fərq eləmir. Yəni bir düşünün ki, bir ilk maşın modelidir. O zaman motor var idi. Bundan qabaqçı model daha qədim idi. Səhv eləmirəmsə 1800-ci illərdə. Bir yeriyən, hərəkət edən bir mexanizm düşünürdü ki, atı, eşyayı, nə bilim, heyvanı əvəz eləyirdi və daha çox uzaqlara gedə bilirdi. Amma üstündən bir 120 il
təqribən 130 il ya 150 il keçib və bu gün Tesla tipli maşınlar var və ağıllı maşın deyirik. O bizim əvəzimizdən maşını sürür, o bizim əvəzimizdən dayanır, o bizim əvəzimizdən nə bilim kondisioneri açır, o bizim əvəzimizdən pəncərəni açır. Fərqli, yəni ağlımıza gələcək bütün son Çin maşınlarına baxsanız ümumiyyətlə dəhşətli dərəcədə funksiyaları yaranmış olur ki, texnologiya bir 100 ildə nə qədər inkişaf elədi. Və bir də burada saxlayıram bunun burasında bir var 100 ildən bu günə gələn var, bir də son 15-20 ildə baş verən hadisələr var. İndi onu düşünsək ki, məsələn 2000-lərin maşını ilə 2025-in maşını arasında fantastik bir uçurum var. Davam edirik 3-cü slaydımıza. Bu da təyyarə modelidir. İlk təyyarə modeli ilə bu günə aid olan təyyarə modellərindən biridir. Beluga təyyarəsi 2014-cü ildə deyəsən istehsalata verilib. 155 ton yükü göyə qaldırır, kilometrlərlə daşıyır. 155 ton, yəni nə qədər təsəvvür edirsə, nə qədər böyük bir rəqəmdir. Və bu bizim texnologiyada gəldiyimiz bir yoldur son 100-150 ildə. Amma 4-cü slayda gəlirik və dururuq orada. Məktəb. Məncə şəkil hər şeyi deyir. Yəni 150 il bundan qabaqda məktəb idi, siniflər idi. Yenə biz otururduq, yenə uşaqlar əllərini partanın üstünə qoyurdular, yenə əllərini belə qaldırırdılar, cavab verirdilər. Yəni məktəbdə dəyişən bir şey yoxdur. İndi biraz şəkil köhnə ola bilər, daha modern məktəblərimizdən daha yaxşı partalar qoya bilərdi ora. Amma yenə sinif modelimiz elədir. Və bu günün məktəbi 100 il bundan qabağın məktəbi kimi yenə sıxıcıdır. Yenə uşaqlar məktəbdə xoşbəxt deyirlər. Uşaqlar məktəbdə tək bu Azərbaycandan söhbət getmir, əziz hörmətli müəllimlər. Yəni yalnız bizim dərdimiz deyil. UNESCO-nun apardığı statistikalarda falan da dünyanın uşaqlarının 70%-i özünü məktəbdə, 70% üstündə özünü məktəbdə xoşbəxt hiss eləmir. Çünki onlar məktəbə Gestapo kimi baxırlar. Hər şey icazə ilə mi olmalıdır? Nə bilim, dərsə gəlmirəm icazə ver, oturum icazə ver, durum icazə ver, çölə çıxım icazə ver, su içim icazə ver, yeyim icazə ver, yatım icazə ver. Hər şey icazələr üzərində və insan yapısı, insan azadlığa köklənmiş və funksionallaşmış bir model olaraq o baxımdan biz keçmişə döndüyümüzdə model eyni dəyişir və bugün isə biz uşaqlarımızı hələ də danlayırıq. Hələ də atalar, oğullar problemi daşıyır. Sizin vaxtınızda, bizim vaxtımızda və bugün təəssüflər olsun biz müəllimləri, biz məktəbləri. Bizim vaxtımızda da həmişə uşaqlar var idi, problemli məktəblər var idi. Mən təqribən 90'ların şagirdiyəm, 80'lərin şagirdə onu görə bilirdilər məktəbdə hansı oqqalardan çıxan uşaqlar var idi. Bugün sadəcə əlimizdə telefon var, çəkib qoya bilirik və hamı görə bilir. Yoxsa bu proses daim olur və olacaqdır. Bunun qabağını almaq da mümkün deyil. Sadəcə bunu cəmiyyət nə vaxt, nə zaman doğru düzgün dərk eləməlidir və necə qəbul eləməlidir. Olmamalı olan şeylərdir, amma baş verən hadisələrdir. İndi biz, məktəbimiz əgər dəyişmirsə və bizim uşaqlar sıxılırsa, darıxırsa, məktəb onlar üçün yorucudursa, bu baxımdan bütün təhsil mütəxəssisləri, pedaqoqların axtarmaqda olduğu, yeni trendlərin tapmaqda olduğu məsələ ondan ibarətdir ki, biz nə eləyək uşaqlar məktəbdə xoşbəxt olsunlar? Biz nə eləməliyik uşaqlar məktəbi sevsinlər? Biz nə eləyək uşaqlar məktəbdə sevə-sevə öyrənsinlər? Bu çox bugünün ən vacib suallarından biridir. Amma biz nə eləyə bilirik? Eləyə bilirik. Mən təqribən 200 nəfərlik bir zaldır. Yəqin ki, bir 10 nəfər yerimiz boş qalır, belə başa düşürəm, 190 nəfərlik bir müəllim heyəti var. Hamımız bir yadımıza salsaq, burada direktorlarımız var, sinif rəhbərləri var, yəqin ki, direktor müavinləri də var. Baxacaqsınız ki, eyni sinifdə 20-30 nəfərli bir sinif var. Bir müəllimin sinifində, bir müəllimin dərsində o sinifdə problem olmur. Amma başqa bir müəllimin dərsində məhz o sinifdə problem olur. Və daim. Və mən həmişə bizim hədəf liseyi kurslarının da müdürləri, müavinləri, müəllimlərimizi də görürəm, qonaq kimi gəliblər buraya, sağ olsunlar, məni tək buraxmayıblar. Hər dəfə onlara dediyim məsələ odur ki, əgər bir müəllim bu sinifi idarə edə bilirsə və burada sinifdə uşaqlar xoşbəxtdirlərsə, başqa bir müəllimin sinifində o problemlər o sinifdə çıxırsa, mənə görə problem müəllimindir. Çünki müəllim idarə etmədə yanlış eləyir, müəllim toxunuşda yanlış eləyir, müəllim darıxdırıcıdır, müəllim yorucudur, müəllim negativdir və s. və s. və s. İstisna hallar var, elə uşaqlar var ki, çətin tərbiyə olunan məsələlər var. Bax, Sevda müəllimə var ki, onun sinifində hamı, həmişə uşaqlar onu sevirlər.
ki həmişə ondan zövq almış olurlar. O baxımdan müasir müəllim modeli deyəndə, ümumiyyətlə müəllim modeli deyəndə, müəllim obrazı deyəndə mən düşünürəm ki, biz təhsili biraz formatına fərqli dəyişməli. Mən şəxsən 10 il 20 nömrəli məktəbdə dərs demişəm bir müəllim olaraq və sevilən müəllim olmuşam, təvəzzükarlıqdan uzaq olsa da, səbəb mən çox savadlı idim deyil. Keçən dəfə sizin Alekseyevka kəndində danışdığım bir video viral oldu, bütün şəbəkələr paylaşdı, onu bir də deyəcəm burada. Mənim kəndimdə, sizin də Qubada ləhcə olduğu üçün, bizim kəndimiz ləhcə idi və ağır ləhcədir. Bizim kəndimizdə çı, cı səsləri yoxdur. Mən və bütün şagird yoldaşlarımız hamımız cüzələri cücə deyirdik, gecələri gecə deyirdik, çayları çay deyirdik. Nə bilim, bizim kənddə çı anlayışı yoxdur. Hətta müəllim bizə imla yazdıranda deyirdi ki, biz soruşuq, müəllim, hansı çıdan? O da dedi, çay çeyindən. Biz bilirdik ki, çay çeyi çıdır, kənd çeyi çıdır. Yəni, bu qədər belə bir mühitdən çıxan bir adam idim. Amma mən 20 nömrəli məktəbdə dedim ki, yalnız savadım yox. Sadəcə həvəsli idim, maraqlı idim, nəsələri tapırdım, yenilik eləyirdim, uşaqlarla dost ola bilirdim. Bir kontakt yaranırdı və olurdum hörmətli müəllim. Halbuki məndən çox savadlı adamlar var idi ki, uşaqlar ondan xoş gəlmirdi, onun da uşaqlarına yola getmiş olurdu. Bu tip müəllimlər ölkəmizdə yetərincə var və bunu gətirib öyrətməklə olmur. Ona görə arada deyirəm ki, müəllimi qabiliyyət imtahanından seçmək çox vacib şərtdir. O müəllim doğrudan müəllim olmaq istəyirmi? Bizim əksəriyyətimiz müəllim, bəlkə bilmirəm nə qədər, müəllim niyə olmuşam bilinmir də, balı çatıb olub o müəllim, nə bilim, başqa iş tapa bilməyib, şəxsən mən başqa iş tapa bilməmişəm ki, müəllim olmuşam və s. və s. Hər bir formada ola bilər içindən müəllimlik olan var. Amma içində müəllimlik olmaq həvəsi varsa belə, onun o bacarığı, o yeteneği, o həvəsi, o enerjisi, o dözümlülüyü, o yaradıcılığı varmı? Artıq sual işarəsidir. O baxımdan biz məktəbdə müəllimləri dəyişməliyik. Sistem haqqında kiçik bir məlumat verim. Qızlarımız sonra o biri slayda keçmiş olanlar. Təqribən 2012-ci ildə artıq məşhur ifadədir və bugün sistem sözü belə bir növ köhnəlmiş bir terminə çevrilir ölkəmizdə də, dünyada da. Amma sadəcə yanaşma ilə bağlı problemlər var deyirəm, hələ də bizdə də. Təqribən 2000'lərdən sonra Amerikadan başladı. 2012-ci ildə Amerikada bir rəsmi proqram olaraq təhsilə yanaşma verildi və 2017-18-də ilk hədəf STEM liseyi açıldı. 2019'da ölkəmiz Təhsil Nazirliyi STEM layihələrinə başlayırıq deyə qərar verdi və təsəvvür eləyin, dünən bizim STEM mütəxəssislərimizdən biri Qırğızistanda 750 nəfərə seminar verdi və Qırğızistan hələ başlayır. Təzə sistem terminə başlayır. Amma Design Thinking deyə bir proqram çıxıb ki, hələ biz onu ölkəmizdə onunla bağlı yazılar da görmürəm, fikirlər də görmürəm. Nəmin Social Emotional Learning dediyimiz SEL var deyə, yəni zəka ilə bağlı, bununla bağlı bir yanaşma. Fərqli yeni trendlər çıxır. Amma mən sistemi sevmişdim və sistem əsaslı dərsə belə deyək, bir alidə olmuşdum bir aralar ki, əslində sistem o deməkdir ki, biz elə yaxşı sinif, yaxşı müəllim modeli budur. Yəni, təhsilin istədiyi nə varsa, sistem onu ifadə eləməyə çalışırdı ki, sinifdə müəllim fərdi yanaşmayı bacarmalıdır. Sinifdə komanda qurmağı bacarmalıdır. Sinifdə fənlər arasında və mövzular arasında inteqrasiya eləməyə bacarmalıdır. Sinifdə hamını eyni mövzuya maraqlandırmağı bacarmalıdır. Sinifdə qiymət qorxusundan yox, sevgi qorxusundan, sevgi ilə kitab oxumağı, dərs oxumağı bacarmalıdır. Bütün bunların hamısını toplayanda olur sistem. Və düşünün ki, ədəbiyyat müəllimi necə sistem keçsin? Tez-tez verilən suallar olurdu. Bu mövzuda humanitar fənlərdə sistem anlayışı yox idi da. Çox da deyilmir. Daha çox science dediyimiz dəqiq və təbiət elmləri üzərindən sistem qoşulur. Amma ədəbiyyat müəlliminin sistemi ən yaxşısıdır. Mən bir səhnət əsəri tamaşaya qoyulacam. O sinifdə komanda işi qurmalıyam. Nə bilim, 10 nəfər şagird aktyorluq qabiliyyəti ilə bu səhnəyə çıxacaqsa, onun 2 nəfərində rəssamlıq qabiliyyəti var, dekorasiyanı hazırlaya bilər. 3 nəfərində, nə bilim, təşkilatçılıq var, qonaqları qarşılayar, yerləşdirər, nə eləyər. 5-i biri dizayner olar, ikisi, nə bilim, satış ilə məşğul olar. Suflyor var ki, arkada gizlənib səsi verər, nəyi verər. Və belə topladıqda bir komanda var və hamı işi görür. Amma biz nə eləyirik? Ədəbiyyat müəllimi olaraq o zala stolu daşıyan uşağa, nə bilim, aşağı qiymət yazırıq. Burada artistlik eləyib şeir deyən uşağa aktyorluq eləyənə 5 yazırıq. Halbuki gələcəkdə bu ola biləcək şair olsun, müəllim olsun, amma o adam fərqli olacaq, usta olacaq, həyat qazanır da özü üçün. Və yaxud da o dizayner olacaq, dekorasiya hazırlayıb, nə bilim, nəsə yapışdırıb divarlara falanlar, bəziyib sinifi.
O da öz peşəsinin sahibidir və o da gələcəyin mütəxəssisidir. O baxımdan biz bütün dərslərimizdə o uşaqların fərdi qabiliyyətlərini üzə çıxara bildiyimiz təqdirdə, onun tədris prosesində istifadə etdirə bildiyimiz təqdirdə və hər kəs eyni şeyə qoşula bilirsə, yəni layihə budur. FRC layihəsi var. Yəqin ki, mühəndis sistem müəllimlər bilirlər. Amerikanın, deyəsən, NASA-nın böyük layihəsidir. Robot yarışmasıdır. Bir dəfə onun layihəsi gəldi qabağımıza ki, biz ondan bağlı uşaq seçək. Təqribən dedilər ki, 9 nəfər, 11 nəfər uşaq olmalıdır, böyük bir sayda. Deyirəm ki, bu qədər deyil, 4 nəfərlik qrup ilə. Çünki biz əslində fikirləşirik ki, burada Amerikaya göndərəcəyik, daha çox adam gedəcək, xərc çox çıxacaq, bunu sayını azaldaq. Amma layihənin şərtlərində var. Bu ideyanı tapanı ilə bunu təqdim edən adam eyni ola bilməz. Tam haqlıdır. Çünki bir mühəndis fikir tapar, ideya tapar, onu həyata keçirər, düzəldər, amma onu suna bilməz, təqdim eləyə bilməz. O dərəcədə çox az adamlarda üst-üstə düşər iki şey. Amma bir satış meneceri gələr, birinin üstünə 5'in qoyub, onu sizə təbliğ eləyib, təqdim eləyib sata bilər və yaxud da onu sevdirə bilər. Çünki bu hər adam işi deyil. Daha yaxşı bəzəsin, düzəlsin, təqdimatı bacarmış olsun. Və yaxud da mən elə bunu misal çəkim Yusuf Məmmədəliyevdən. Dünya şöhrətli alimimizdir, amma o heç vaxt çıxıb belə auditoriyalarda atəşini çıxış eləyə bilməzdi. Çünki onun o yetəneği yox idi və o istedadı yox idi və yaxud da ona gərəkdir. Və onun tapdığını başqa bir alim, başqa bir mütəxəssis təqdim eləməyə bacarmalıdır. O baxımdan biz sistem deyəndə, sistem anlayışı deyəndə mənə görə komanda işidir. Burada elektronika, robotlar, nə bilim embotlar, nə bilim mikrobitlər, zadlar, bunlar sonraki robotiksin işidir. Yəni sistem robotiks deyil, düşüncəsi ilə yanaşsaq. Sistem əgər bir tarix müəllimi desə ki, mən dərsimi sistem əsaslı keçirəmsə və mənim dərsimi praktik eləyəcəmsə, biz məhz bu Qubada, məhz Nücədidə sistemi ilk öyrəndiyimiz məkan olub. Ona görə deyəsəm, mənim üçün də doğmadır. Liseyi təzə açırdıq və yeni müəllimlər götürmüşdük. Biz onlara təlim verirdik. İqtisad Universitetinin deyəsən kampı var, 2-ci Nücədidə idi, səhv eləmirəmsə. Uşaqlı müəllimi gəlmişdi ora. Mən müəllimlərimizə sistem deyirəm. IT müəllimi test tutur söhbəti, fizika müəllimi keyfdədir. Hər mövzu var onun içində, fizika, riyaziyyat, coğrafiya. İndi gəl, tarix müəllimi yazıq nə eləsin? Tarixdə danışmalıdır. Zamik müəllim idi ki, oturduq bir beyin fırtınası eləyək ki, biz tarixi necə sistemə çevirək? İndi üstəyə hamımız əziyyət çəkirik, amma tapmalıyıq da, bir şey tapmalıyıq ki, burada da sistem olsun. O qədər qəşəng bir dərs alındı, bir dərs modeli çıxdı ortalığa. Keçdi ibtidai icma quruluşuna, dedi oturuq meşənin içərisində, ibtidai icma quruluşudur, uşaqla yemək lazımdır. İbtidai icma quruluşunda nə öyrətməsin, tarixçi müəllimlər bizə öyrədirdilər də, nə bilim, insan ilk dəfə əti kəsmək üçün daşdan bıçaq düzəltdi. Qabağımıza yemək istəyirik, bir ət, nə bilim, heyvan vurmaq istəyirik. Ne eləyəcək? Uşaq dedi, müəllim, daş ilə vuraram. O dedi, ağacı belə vuraram. Gətir buraya bir dənə daş, bir dənə ağac. Bu oldu bizim o dövrün prosesi. Nə bilim, nizə, nə bilim, ucu qılınclı, sonra çay daşından bıçaq düzəltdik, xəncər düzəltdik, hər bir şey düzəltdik. Özümüzü ibtidai icma quruluşunda ibtidai icma quruluşuna öyrətdik. Halbuki faktoloji şəkildə öyrədilsə ki, çapacaqlar nədir, bıçaqlar nədir, oxlar nədir, nələr nədir, uşağın yadında qalmayacaq. Və hamı üçün maraqlı olur, savadlı, savadsız. Bu baxımdan biz dərsə dediyim kimi bu cür toxunduğumuzda o sistem alına bilir. Bilmirəm bu mövzuda yəqin ki mən düzdür Qubada bir neçə məktəbi və çox tərifləyəcəm Sevil xanım deyib bir nəfər çox tərifləmə. Hətta mənim qaynatam deyirdi ki qadınların yadında qadınları heç vaxt tərifləmə. Dünya dağılacaq. İndi bir məktəbdə, amma biz gördüyümüz bu məktəbdir də, Nobellərin bilmirik deyə. Valla gəzdiyim xarici ölkələrdəki ən yaxşı sistem nümunələrini, yanaşmalarını belə həmin məktəbdə görə bildik ki, və uğurlar arzulayıram o mövzuda. Bunun üzərində durmayacağım, bizim ikinci slaydı, ikinci faili açaq. Növbəti faili açaq. Oradan niyə danışmaq istəyirəm bəzi mövzuları? Bizim bir hədəf konsepti var. Mən təqribən biraz özümü tərifləyim, siz də darıxmayasınız. Hardasa 25 ildir müəllim işləyirəm, bugün də müəllim işləyirəm. Çarəsizlikdə müəllim işləmişəm. Mənə adamsız Naxçıvanlı deyil, Salyanlı kimidir. Heç bir adam olmayan Naxçıvanlılardan olduğum üçün axırda dedilər ki, bizim eləyəcəyimiz bir şey yoxdur. Nəsə bir şans yarandı və mən də müəllim oldum. Amma doğrudan sonradan bu peşəni sevdim və bundan bir yol getmiş olduq uzun müddət. 20 nömrəlidə ilk dəfə dərsə girdiyim bir məktəb var idi. 2010-cu illərdə biraz həvəsə düşdüm ki, mən direktor olmaq istəyirəm. İndi adam biraz prosesi öyrənir, qoşulur. Amma mən direktor olmaq istəyirəm.
niyə direktor olmaq istəyirəm? Qətiyyən şöhrət həvəsi yox idi. Qətiyyən nə bilim daha çox pul qazanmaq həvəsim də yox idi. Sadəcə direktor olmaq istəyirdim ki, bir neçə arzum var, mən bunu həyata keçirim. Çünki əlimdə bir layihə, ideya, gedirəm müdür müavinin yanına, o göndərir onun yanına, o deyir yer yoxdur, bu deyir zal yoxdur, o deyir pul yoxdur, o deyir nə bilim imkan yoxdur, o deyir siyasət nə bilim icazə verməyəcək. Amma istəyirsən axı nəsə eləyəsən. Nəsə 2010-dan belə direktor olmaq həvəsindəydim, amma hər dəfə sonra başa düşdüm ki, dövlət məktəblərində direktor ola bilməyəcəm. O arzumu boğdum və kəsib attım və inkişaf eləməyə çalışdım. Və bir müddətdən sonra bir kursumuz inkişaf elədi, böyüdü. 2015-də təzədən bir balaca yenə həvəsləndim ki, yox, deyəsən direktor olmaq olar. Biraz məktəblər gəzdim, dünyanın bir 20-yə yaxın ölkəsində hər getdiyimdə məktəb gəzirdim. Yaxşı şeyləri qeyd edirdim. Hətta yenə deyəcəm Fatma Dijim kimi Sevil xanımın məktəbində də divardan bir şəkil çəkib götürmüşdüm, özlərinin xəbəri yoxdur. Belə ideyalar götürürdüm, fikirlər götürürdüm. Amma getdim biraz özəl məktəbləri gəzdim, biraz cavanlara motivasiya olsun deyirəm bunu da. Özəl məktəbləri gəzdim və görürəm elə məktəblər var ki, bu pul, bu maliyyə, bu güc mümkün deyil də. Yəni dünən bizim heyət Ankaradan gəlib Şəmsəddin hocamız bizim Hədəf liseyinin yeni müdürüdür. Türkiyədən dəvət eləmiş, həmin məktəblərdə işləyib. Göl başında deyilən bir məktəb var. Təqribən 20 min hektarlıq binadır. Bir məktəbin nə bilim 6 dənə idman zalı var. Nə bilim 4 dənə futbol zalı var. Bu məktəbləri görəndən sonra adam məktəb açmaq eşqinə düşərmi? Yəni o milyonları cəlb edən bir sistemdir. Amma sonra biraz gəzəndə baxdım ki, bizim də yorğanımıza uyğun məktəblər var və beləcə Hədəf liseyi 2017-ci ildə təsis oldu. Amma məktəb təsis elədiyəndə, məktəb qurmaq istəyəndə mən bir sənəd axtarıram. Məktəb necə qurulur? Məktəbin strukturu nədir? Məktəbə laboratoriya avadanlıqlarını hardan alım? Misal üçün deyirəm də, kafedra müdürünün işi necədir? Sinif rəhbəri nə eləməlidir? Çox axtarışdayım. Bizim ölkədə açığı deyim, pərakəndə sənədləşmədən tut, danışman dediyimiz məsləhətçi tapa bilmədim. Və bir də, nə bilim, misal üçün deyək də, tutaq sizin çoxunuz da bilmirsiniz ki, məktəblərdə dəhliz neçə metr enində olmalıdır, nə bilim, qapı içəri açılmalıdır, çölə açılmalıdır. O qədər şərtlər var ki, və belə bir şirkət də yox. Və bir də ideyalar, yeni format təqdim eləmək istəyirsən, çünki özəl məktəbdəysən, insanlardan pul alacaqsan, ora dəvət eləyəcəksən və ona görə mən bir konsept formalaşdırdım, hədəf konsepti olaraq ki, sonra bunu kitab şəklində çap elədik. Hətta siz internetdən, bizim saytlardan endirə də bilərsiniz. Nə deyirlər? Open source-dur, açıqdır, hər kəs istifadə eləyə bilər və biraz da tərif olsun deyim, tək məktəbik, tək bəlkə universitetlər içərisindəki ki, belə bir hər məktəbin fəaliyyət planı var, tədbirlər planı var, bunlar hamısı var əlimizdə. Amma o bir məktəb sıfırdan necə qurulur və necə idarə edilir və yanaşmalar nədir, yeniliklər nədir, hamısı bir kitab halında heç bir məktəbin yoxdur. Həmən bunu yazanda fikirləşdim ki, yazmaq istəyəndə komandamız ilə, çünki bunu gözləyən, axtaran 100% başqa bir yerdə Şamil müəllim var, əlinə keçsin və yaxud da fikir formalaşdırsın, bundan daha yaxşını eləyə bilsin. Ona görə hədəf konsepti çıxdı ortalığa və ondan bir neçə nümunəni sizə göstərmək istəyirəm, davam eləyək. Hədəf konsepti müasir insanın 5 əsas prinsipinə istinad edir deyib, biz 5 təməl prinsip üzərində kurikulumumuzu formalaşdırmağa çalışdıq. Özəl məktəblərdə işləyənlər, işləməyənlər ola bilər. Özəl məktəblərin dövlət məktəblərdən biraz fərqi odur ki, biz proqrama müəyyən dəyişikliklər eləyə bilirik. Müəyyən haqqımız var, nə bilim, neçə faiz, 30%, 40% ki, yanaşmamızı dəyişdirə bilək və yaxud da saatlarımızı dəyişdirə bilək. Ona görə biz düşündük ki, təhsil kurikulumumuz var, amma biz yeni kurikulum, yeni yanaşma tətbiq eləyək. Bu bizim logodur gördüyünüz, logomuz var, şeyi götürməmişik. Aşağı hissəsi ağacdır, logomuzu ağac kimi təsəvvür etsəz, özünü dərk, kökünə sahib çıxmaq, bir ağacın köküdür. Əgər mənim düşüncəmə görə və ümumiyyətlə pedagogikada gəldiyi məsələ budur, mənə görə bir insan özünü dərk eləyirsə, özünü tanıyırsa, kim olduğunu bilirsə, özünü qiymətləndirə bilirsə, o insandır. Və bu baxımdan bizim uşaqları öyrətmək olduğumuz, qarşımıza qoyduğumuz məqsəd bu oldu ki, biz özünü tanıyan, millətini sevən, dövlətinə sədaqətli olan, bəşəriyyətə faydalı olan insan yetişdirək. Və bunun üçün nələr verməliyik? Çünki bəzən olur, çox savadlı, çox ağıllı, çox bacarıqlı insan olur, gedir hansısa bir xarici ölkəyə, onunla da Azərbaycan unuduldu. Və yaxud da burada yaşayır, öz dəyərindən xəbərsiz yox, bir dənə, nə bilim, Koreya filminə görə, Koreyada bir dənə belə barmaq, dəhşətdir, möhtəşəmdir deyib, çünki özündən xəbəri yoxdur, özünü bilmir. Özünü bilərsə, ondan daha yaxşısının olduğuna bələd ola bilər.
O baxımdan özünü dərki davam elədi. Sağlamlıq sözsüz ki, iki cür sağlamlığı nəzərdə tuturuq. Mənəvi və cismani sağlamlığı. Əgər bir insan ruhən, mənən sağlam olarsa, tərbiyəsi, əxlaqı, davranışı, xarakteri yerində olarsa və bir də öz sağlığını nəyi nə zaman yeyib içməyi bacaracaqsa və özünə ziyan vurmayacaqsa, o bir insandır. Və bu tərəfdə bazarıq var. Təhsildə bugün ən çox bölüşülən, davam aparılan, mübahisə aparılan bazarıqmı, bilikmi? Bilikmi, bazarıqmı? Sözsüz ki, bunlar iki qardaşdırlar və ayrılması istədilər. Bilik həzm olunandan sonra bazarığa çevrilir. Sadəcə biz bilib bazarığa çevirmədiyimizdə qalır. Amma bir insan bazarıqlı olmalıdır. Bazarıqlı insan diplom ilə deyil, bazarıqlı insan yaxşı müəllimlərdən bəlkə də təhsil almaqla deyil, bazarıqlı insan yaxşı institutlarda oxumaqla deyil, bazarıqlı insan cəmiyyətdə özünü ifadə edə bilir, düşdüyü şəraitdən, çətin vəziyyətdən çıxa bilir. Bazarıqlı insan haqqında çox danışmaq olar. Bəzən bizim tənqid elədiyimiz məsələ nədir? Məktəbdə 2 alırdı, sonra gəldi bizə rəhbər şəxs oldu. Dünən savadsız uşağı bugün nə bilim milyonerdir, nə bilim kəndə falan maşınla gəldi. Bilik önəmlidir, biliksiz dünya mümkün deyil, savad çox vacibdir. Amma dünyanın bütün böyük mütəxəssislərinə, şəxsiyyətlərinə baxsaz, onlar bayaq dediyim o sıxıcı məktəblərdən bezib, qaçıb, uzaqlaşıb, bəlkə də böyük şəxsiyyətə çevrilir. O baxımdan biz məktəbdə həyatı verə bilmirik. Biz məktəbdə başqa bir həyat təbliğ edirik, amma reallıqda isə həyat başqadır. O baxımdan biz bazarlıqlı insan yetişdirdiyimizdə, mən yenə özümdən misal çəkirəm, mən kənddə böyümüşəm, orta statistik bir Azərbaycanlı ailəsində, atam hanım da savadlı deyildi, amma mən bugün dönürəm, keçmişə baxıram ki, mən uğurlu adamam. Bugün böyük bir şirkətin rəhbəriyəm. Komandamızda 1500-ə nəfər adam çalışır. Nə bilim 20-dən çox liseyi, kurs olan bir şirkətdir və mən institut girib, müəllim işləyib, hətta 2004-cü ilə qədər evlənib yataqxanada qalan adam idim. Amma nə olur, nə baş verir, necə olur ki, mənim başqalarından fərqim nədir? Mən dahiyəmmi, geniyəmmi, nə bilim, mənim xüsusi sehirli çubuğum var mı? Yox. Sadəcə mən evdən, ailəmdən öyrəndiyim zəhmət idi, mən öyrəndiyim çalışqanlıq idi, mən öyrəndiyim məsuliyyət idi, mən öyrəndiyim düşdüyüm vəziyyəti idarə eləmək, özümü orada tapmaq idi. Hal-hazırda bir kitab üzərində işləyirəm. Uğurlu və uğursuz bizneslərim adında təqribən 20 dənəsini tapmışam ki, mən 98-dən bu tərəfə nəsə eləməyə çalışmışam. Daha yaxşı çalışmaq üçün, yaşamaq üçün, nə bilim, nəsə ifadə eləməyə çalışmışam. Bir çox uğursuz alınıb və axırda təhsildə Azərbaycan dil müəllimləri, ya ədəbiyyat müəllimləri bilərlər. O yaşıl uzlu kitab həyatımı dəyişən kitaba çevirdi. Var Azərbaycan dil müəllimləri? Tanış olan var o kitabı ilə? Təşəkkürlər. Həmin ədəbiyyat vəsait mənim həyatımı dəyişən kitab oldu və sonradan bunun biznesə çevrilmə yolları ilə bugün bu yola gəlib çıxmışıq. Və burada mənim aldığım nə idi? Düzdür, müəllimlərimi qətiyyən haqqını yemək olmaz, bu başqa bir mövzudur. Amma mən ailəmdən, atamın mənə verdiyi o bacarıq, bizi işlətməsi, bizi çalışdırması, bu baxımdan sizlərdən gözlədiyimiz, uşaqlarımız onu verməliyik. Bəzən valideynlərimiz, yəni müəllim həmişə valideynindən yuxarı olmalıdır. Lazım gəlində valideynin yanına düşüb onu qaldırmalıdır. Amma valideynlər təzə-təzə sosial şəbəkələrdən, Facebookdan, nə bilim TikTokdan, nə bilim fərdi inkişaf, sosial şəbəkə filan öyrənib, hamı gəlib bizə nəsə dərs verməyə çalışır. Məncə müəllim sonuna qədər mübarizə aparıb haqlı olduğunu ifadə eləməlidir və geri çəkilməməlidir. Yəni mən burada haqlıyam və bunu buna görə eləmişəm. Bir prinsip olmalıdır. O baxımdan biz o bacarıq hara getdik? Bacarıqdan yekunlaşdırırıq. Bu ağacın 3 dənə dəyəri yerində olarkən biz bunun adına deyirik orta Azərbaycanlı, orta insan. Yəni o diplomu yoxdur, savadı yoxdur, amma yaşamağa haqqı var, ən böyük haqqı var, uğurlu insandır. Amma biraz da üst model insan desək, o yaradıcı olmalıdır, o bilikli olmalıdır ki, hər şey bir yerdə toplana bilsin. Əgər bu 5-i bir yerdə olarsa, biz bilgə insan, müdrik insan görə bilərik ki, o həyatda bir çox yerlərdə uğurlu ola bilər, savadı ilə. Baxın, bəzən belə olur da, çox böyük alimdir, çox ciddi işlərlə məşğul olur, ailəsində problem var. Ailənin idarəsində çətinlik çəkir. Nə bilim, bəzən görürsən, xırda detal deyim, fizikdir, evində lampa yanır, o lampanı ora bağlamaqdan qorxur ki, tok məni vurar. Gedirlər qonşudan savadsız bir uşağı, nə bilim balaca bir oğlanı, nə bilim qohumu çağırırlar ki, onu bağla, ərim qorxur və ya da dədəm bunu eləyə bilmir. Amma bir adam öz işini görməyi bacarmalıdır deyə biz o bacarıq və biliyi üst-üstə aparmalıyıq. Davam eləyirik siyahımıza. Ona görə də deyirik ki, fəaliyyətimizə bizə yol göstərən hədəf konseptinin əsas məqsədi milli dəyərlərə söykənərək çağdaş təfəkkürlü insanı yetişdirməkdir. Qarşımıza bir hədəf qoymuşuq. Slayd deyirlər,
Keçsək görək buradan. Bunu da keçək. Bunlar lazım deyil bizə. Keçək. Burada dayanaq. Sizə çantalara qoymağı unutmuşlar, amma çıxışda hökmən götürün. Bir dəyərlər siyahımız var. Dəyərlər anlayışı var. Mənə görə, bilmirəm nə qədər haqlıyam, nə qədər haqsızam. Mən düşünürəm ki, artıq müəllimlərin yaxın bir 5-10 ildə bugün başa düşdüyümüz müəllim modeli dəyişəcək. Müəllim girib sinifdə, nə bilim, fizikanı əzbərlətdirsin, biologiyada kəllə sümüklərinin sayını öyrətsin, nə bilim, coğrafiyada nə eləsin. Bu bitir. Çünki bundan qabaq chatbotlar var. Nə bilim, YouTube, Wikipedia və s. hamısını əldə edə bilərik. Və mən hətta sizin istənilən birinizlə mərzə gəlib, sabah ixtisasın filologiya olsa da, burada kimyadan bir təlim verə bilərəm. İstənilən bir mövzuda. Niyə? Məndən qabaq onu hazırlayan da var, nə bilim, suallarımı çıxardan da var. Biraz da öyrənib, çıxıb burada danışa bilərəm. Bu demək ki, biz dəyişmədiyimiz təqdirdə, biz modelimizi formalaşdırmadığımız təqdirdə geridə qala bilirik. O baxımdan belə bir dəyərlər konsepti formalaşdırdıq. Bizim hədəf liseyində dəyərlər 1-ci sinifdən 6-cı sinifə qədər dərs olaraq tədris edilir. Proqramı var. Amma hələlik kitabımız yalnız 4-cü siniflərə aiddir və mən bunu direktorlarımıza 1-2 hədiyyə eləyə bilərəm. O kitab olaraq olsun, amma PDF də verə bilərik, o da problem deyil. 40 dəyərimiz var. O dəyər burada görsənmir deyəsən. Məktəb başlayandan məktəb qurtarana qədər təqribən 40 dəyərə bölmüşük. Birinci dəyər sentyabrın 1-dən təqribən başlayır, iyunun sonuna qədər davam edir. Bunların adı belədir. Dostluq, sevgi, hörmət, nə bilim, tolerantlıq, vətənpərvərlik, bu müəyyən tarixi günlərə bölmüşük. Və bir uşaq tutaq ki, nə bilim, bayraq günü ərəfəsində elan olunur ki, bugün bayraq günüdür. Hər həftənin birinci günü elan olunur ki, bir müəllimimiz çıxır səhnədə, sıra düzülüşündə uşaqlara izah edir. Uşaqlar, bugün bayraq günüdür, bayraq nədir, nə vaxt yaranıb, mahiyyəti nədir, öz təbirincə, öz ilhamınca məlumatını vermiş olur və deyir ki, bu həftəmizin dəyəri bayraqdır, bayrağımıza sayğı ilə, bayraqla bağlı proyektlər işləyəcək. Misal üçün deyim, və yaxud da vətənpərvərlik mövzusunda. Həm də orada bir kitabı var onun ki, bir də müəllim üçün vəsaiti var deyə. Həftə ərzində tapşırıqlar var, bir hekayə var, atalar sözü var, hətta bir aforizm var, bir lətifə var və sonda 5-ci gün hər dəfə məktəbin bir sinifi o həftə ilə bağlı bir layihə işləyir. Nə bilim, səhnəcik ola bilər, nəsə bir mühəndislik proyekti ola bilər və yaxud da həftə içərisində gördükləri bir işin təqdimatı ola bilər ki, onu da orada təqdim edirlər. Burada əslində məqsəd nə idi? Biz sosiallaşdırıq uşaqları, biz müəllimlərimiz, məsələn, hər həftə bir müəllimimiz, təqribən 36 həftə, 36 müəllim, direktoru, nə bilim, müdür müavini qoyaq qıraq, 36 müəllim bütün məktəbə xitab edir. Nəsə danışır, özünü auditoriya qarşısında özgüvənli hiss edir, oraya çıxmamışdan hazırlaşır və həmin dəyərlər əsasında isə biz onları ilə ailə dəyərlərini formalaşdıra bilirik. Hətta hökmən ora kitabın arxasında bir dənə tapşırıq qoymuşuq, ailə proyekti, ailə layihəsi ki, evdə ailə ilə işləmək məcburiyyətində qalsın. Çünki biz o ataları, anaları bu prosesə cəlb eləmədikdə bizim çox ciddi şəkildə sıxıntımız olur və o iki kitab bu dəyərlər həftəsi adı ilə dünyanın bir çox ölkələrində təhsillə bağlı deməli layihələr, ümumiyyətlə məktəblərdə dəyərlər adlı dərslik var. Bizim Sovet dövründə dərsində var idi da, insan və cəmiyyət, əxlaqi, mədəniyyəti falan formalaşdıran. Amma sonradan biz bunu Azərbaycan dilinin, ədəbiyyatın içərisində bölmələrə böldülər. Amma o fekli deyil. Çünki bir dəyərin aşılanması, bugün siz də görürsünüz, məktəblərimizin çəkdiyi əziyyət nədir? Uşaqların davranış problemləri. Biz buna fikir verməliyik. Bugün bizim uşaqlar bizim yetişdirməmiz deyil. Mən yalnız atamın, anamın, ailəmin tərbiyəsi ilə böyümüşəmsə, mənim uşaqlarım YouTube'un, nə bilim, Facebook'un, sosial şəbəkələrdən TikTok'un, oradan nə bilim aşağıya yendisə Roblox'un, Minecraft'ın, Koreya filmlərinin, nəyinin, yəni qlobal bir dünya insanı çıxır ortalığa. Və o uşaq gəlib, misal üçün, nə bilim, atanın yanında uzanmazlar, nə bilim, evdə yatmazlar, nə bilim, söykənməzlər deyən ailələrik biz. Amma o uşaq filmlərdən aldığı təsirinə baxır ki, ata ilə mübahisə eləmək olar, öz 9-cu sinifdə sevgiliyi əlindən yapışıb gətirib demək olar ki, mənim sevgilimdir atam, ki, bu insandır model. İnsan modeli dəyişir və ümumi bir insan modeli yetişir. Bu bizi qorxudur. O baxımdan biz məcbur o dəyərlərimizi bura yetişdirə bilək, formalaşdıra bilək, dəyərlərimizi verə bilək ki, cəmiyyətimiz üçün faydalı ola bilsin.
Davam eləyirik. Bir dənə də slaydımızdan Nizam müəllim məni gözləyir. Bizim saat 12 vaxtımız azdır. Ona görə mən yekunlaşdırmağa çalışıram. Bir dənə andımız var. Hə, Balabilcandır deyə. Bunun bəlkə də burada videosu var, çıxacaq qabağımıza. Hər həftə biz şagirdlərimizə and içdiririk. Biz də məktəbdə uşaqlara Balabilcə deyirik. Bu hədəfin reklamı deyil, qətiyyən. Sadəcə biz gördüyümüz maraqlı işləri sizinlə təcrübəmizi bölüşürük. Uşaqlarımız elan edib oxuyurlar. Mən fəxr edirəm ki, Azərbaycanlıyam. Bir Balabilci olaraq and içirəm. Milli duyğularımı itirmədən, təbiəti, insanlığı sevən, dəyərlərə hörmət edən, vicdanlı, ədalətli, millətimə və dövlətimə sədaqətli, bilgə insan olmaq üçün hədəfimdən yayınmayacaq, həqiqət yolundan dönməyəcəyim. And içirəm, and içirəm, and içirəm deyib dərsə başlayırıq hər həftə ki, and içib sonra əməl eləyirlərsə də o artıq başqa bir mövzudur. Bir də marşımız var ki, hər məktəb öz çapında bunları eləsə, məncə bizim Təhsil Nazirliyi cəhət deməz ki, ay sevgili xanım, siz uşaqlara niyə belə and içdirirsiniz? Yaxşı şeyi çəkirlər, hamı da reklam eləyir ki, gördünüz filan müəllim, filan sinifdə filan şeylədir. Yaxşı şeylər həmişə bir-birinə yayılır və ötürülür. Davam eləyək bu slayddan keçim görüm, daha maraqlısı varmı? Bu bizim liseyin ilk ilinin təqribən ilk andıydı. İndi burada yəqin hissəsi yoxdur deyə onu açmayacaqlar. Davam eləyirik. Davam eləyirik. Mən yekunlaşdırmağa çalışıram. Hə, bir dənə qiymətləndirmə mövzusunda deyəcəm. Bir də ev tapşırığını deyirəm, mən yekunlaşdırıram. Biz öyrəndiyimiz bir stereotiplər var. Tutaq ki, elə belə sual verirəm müəllimlərimizə ki, desələr ki, uşaqlara daha qiymət yazmırıq. 2, 3, 4, 5. Sizcə nə baş verir? Ümumiyyətlə, birinci sinifdə yazmırıq da, aydındır. Ulduz qoyuruq, ay qoyuruq, günəş qoyuruq. Okey, ən gözəli odur. Bir dənə hekayə danışacağım. Nizam müəllim mənə bağışlasın, yenə hekayə danışacağım. O Qubalıdır, gözləyər. Deməli, mənim övladlarım şəhərin çox tanınmış məktəblərindən birində, dövlət məktəblərində oxuyurdu. Həmişə valideyn iclaslarına kimlər gəlir? Analar gəlir də. Məktəb uzaq olduğuna görə, təzə olduğuna görə nəsə evdə qərarlaşdırdıq ki, mən gedim. Bir də təzə ailəyək deyə, adətən belə orada təzə atalar gəlir, sonra baxırlar, boş verirlər də analar göndərirlər mövzuya. Nəsə, həvəslə getmişəm, oturmuşam iclaslarca 35 xanımdır, bir dənə mənəm, lab arxada getdim, oturdum sakit-sakit. Bir də belə, biraz belə tanınmış məktəblərdən də, adını demirəm, belə imkanlı şəxslərin ailələri oxuyur, xanımlarıdır və məktəb belə qorxulu bir durumdaydı. Mən nəsə oturdum arxada, sakit-sakit baxıram, müəllimə girdi, dedi ki, bəs 2000, deyimsə 7-8 olardı, uşaq 2-ci sinifə gedirdi. Əlində o trafik müəllimin təzə dərsliyin götürdü, dedi ki, əziz valideynlər, bizə Təhsil Nazirliyindən deyirlər ki, artıq qiymət yazılmayacaq. Kurikulumdur, nədir bilmirəm, o gəlib, bundan sonra qiymət yoxdur, bizə nə bilim 4 dənə cümlə yazın, o məzmun standartlarını yazın. Deyirlər, müəllim valideynlərə belə deyir. Bu kurikulumu soxdu yerin dibinə, çıxartmadı. Hə, mən də baxıram, qulaq asırıq. Deyəcəm, niyə yaxşı eləmədim, müəllimə? Bu anda atlı dibindinə danlayır da, bu kitab belədir, dərslik belədir. Və mənə deyirlər gündəlik olmasın. Mənə deyirlər, necə yəni gündəlik məktəb olar? Uşağa bəs qiymətini eləyəcək, aləm dəydi bir-birinə. Hamı üsyana qalxdı. Müəllim dedi, sakit olun, narahat olmayın. Mən yolunu tapmışam. Siz gündəliyi alın. Heç narahat olmayın. Mən ona qiymət yazacağım. Gizlin-gizlisi o da yazacağım. Ha, hamı dedi, sağ ol müəllim, təşəkkürlər. Elə qəşək, o belə mollalar olur, o sinifi idarə eləyir. Hamı razılaşdı. Minnətdarlıq, zat, sən nə böyük adamıymışsan. Mən də bu kurikulumun içindəyim, bütün gün o layihə yazırıq, qiymət yazırıq. Dövlət bu qədər milyonlar ayırıb bir layihə, konsept işləyib. Nəysə, dözmədim, əlimi qaldırdım ki, bəs müəllimə, necə yəni qiymət yazırıq, gündəlik, nazirlik orada bar-bar bağırır ki, gündəliyin dövrü bitdi, bizə gündəlik ehtiyac yoxdur. Biz uşaqlara, nə bilim, yaxşı oxuyurdu, biraz yaxşı oxuyurdu, qismən yaxşı oxuyurdu, belə-belə cümlələrlə valideyni izah eləyək də, bu 3-ü, 2-ni, 4-ü, 5-i. Nəsə, bu layihə var. Birdən sinif rəhbəri belə döndü. Buyurun, yox qətiyyən gündəliyi almayın. Belə olacaqsa hamı döndü mənə, danladılar, daşa bastılar. Utandığımdan öldüm, yerə girdim. Mən də sakit-sakit oturdum, yerə ki də bağışlayın. Çünki baxıram, burada yəni vəziyyətdən çıxmaq yolu yoxdur. Ki, səhv eləmişdim. Ki, orada onun yeri deyildi, sözsüz ki. Sakit-sakit oturdum. Hamı çıxdı, getdi və axıra qədər gözləyirəm. Ki, müəllim ilə mənim sözüm var. Axı, bunu direktoruna da danışa bilərəm. Azdan çoxdan nazirlikdə milli məsləhətçi işləyirəm. Ayda 500 dollar mənə pul verirlər. Bunu haqqı yedizdirə bilmərəm və hamı getdi, sonra yavaş-yavaş yaxınlaşdı müəllimin stoluna, o da göz gördü, mən onu gözləyirəm.
Hamını sakitləşdirib çıxandan sonra mən gəldim. Dedim, bəs mən Şamil müəllim, dərsliklərin qiymətləndirmə üzərində çalışan, layihə haqqında işləyən, bəs bu işin içində olanlardan biriyəm. Amma sizin yanaşmanız yanlışdır. Bu nə deməkdir? Niyə belə eləyirsiniz? Birdən qayıtdı ki, Şamil müəllim, mən sizi çox yaxşı başa düşürəm. Siz gördünüz də valideynləri. Mən neylim onlara? Onlar nə bilim, başlar valideynlərlə danışmağa. Siz haqlısınız, tamamilə düz deyilsiniz. Siz və mənə də razı saldı. Mən də təşəkkür edirəm, çıxdım, gəldim. İndi məsələ nədən ibarətdir? Biz o stereotipləri ilə elə bilirik ki, dəyişiklik eləsək dünya dağılacaq. Baxın, mən 18-ci ildə hədəf liseyi açanda qərar verdim ki, biz uşaqlara məktəbdə qiymət yazmayacağıq. Heç kurikulumun dediyi o dörtlük standartlar var, məzmun standartlarını böl. Onu da yazmayacaq. Ha, bütün müəllimlərimiz buradadırlar. Mustafa müəllimə bizim, haradadır Mustafa müəllimə? Burada da eşq olsun, bizim akademik direktorumuz, hətta çıxanda tanış olmaq istəsəz, biz də ondan öyrənib bəzi mövzuları. Hamı üstümə gələcək, qiymət yazmayacaq. Valideyn gəlir, nəysə biz konseptdə yazdıq. Biz məktəbdə qiymət yazmırıq, qiymət əvəzinə sevgi veririk. Məsələ bundan bitir. Çünki mən özüm 20 nömrəli məktəbdə müəllim işləyəndə ki, əksər müəllim bunun əziyyətini çəkir, o qiymət yazmaq böyük bir skandal idi. 3 yazsan dava düşür, 4 yazsan dava düşür, 5 yazırsan dava düşür. 5 alan cavab deyir ki, onun 5'ə haqqı yox idi, sən buna niyə 5 yazmırsan? Abla almısan çıxışda sənin bundan nə işin var? Bu homumdur, tanışımdır. O qədər problem çıxırdı. Və mən bütün bunlardan qurtulmaq üçün qiymət anlayışına son qoydum. Heç bir müəllim məktəbdə qiymət yazmır. Heç ulduz aldın, nə bilim şir aldın, aslan aldın, günəş aldın da yoxdur. Sadəcə dərsi öyrənmək üçün keçirik. Zəhmət çəkin, bunu sevdirin və bilin. İnanın, artıq üstündən 8 il keçib, nə mənim valideynlərim, nə müəllimlərimiz artıq yada düşməyək, qiymət niyə yazılır, qiymət nə üçündür? Sadəcə ildə 2 dəfə bizim o BSG, KSG dediyimizi biz KSG deyirik, kiçik integrativ qiymətləndirmə deyirik. Bizdə biraz kiçik və big deyirik, integrativ qiymətləndirmə. İldə 2 dəfə bir test imtahanı keçirik ki, bu da valideynin ürəyinə gəlsin ki, uşağı oxuyurmu, oxumurmu, savadlıdır mı, savadsız, vəssalam. Ona görə bizim qiymətləndirmənin adını belə kitabımızdan çıxartdıq. Adını qoyduq, BİAM, bala bilgə inkişafının müşahidəsi. Biz sadəcə müşahidə edirik. Bu harda başlayıb, harda qurtarır. Bu yolu özümüzə bir yol seçdik. Sonra bu BİAM-ın içindən BİAM elədik. Balabilgə inkişafının akademik müşahidəsi, bir də analitik müşahidəsi ki, o kurikulumun tələbi ilə onun artıq sosial, psixoloji, davranış qaydalarını qiymətləndirməyə saldıq. Əmin olun, tam belə səmiyyətlə deyirəm. Nəticə nəticədir. Oxuyan oxuyur, oxumayan oxumur. Və biz hətta bir dəfə monitoring elədik. Eyni mart ayında bir neçə məktəb direktorumuz, dostumuz vardı. Dedim, mən sizə test verirəm, imtahan da eləyirəm. Heç birdən işlə almırıq ki, sınav imtahan mərkəzimizin direktoru da buradadır. Sizə məktub yazıblar kilokların içərisində. Repetitorlar əməkdaşlıq eləmək istəsə, sınav imtahanların keçirilməsində Aqil müəllim, bu da bir reklamlar olsun. Ki, biz qiymətləndirməmizi yoxlayaq. Bizim uşaqlarla başqa məktəb uşaqları hardasa bir 3-cü ildə biz qiymət yazmırıq, ev tapşırığı vermirik, dünya dağılacaq. Təsəvvür ona görə mən 2018-dən 2022-yə qədər valideynlər ilə, hətta müəllimlərimizdən bu hesab aparmışam ki, 6-cı sinifə qədər evə tapşırıq vermirik, ümumiyyətlə tapşırıq qadağandır. Çünki evə tapşırıq vermək evdə qavaq salmaqla. Çünki mən özüm onun əziyyətini çəkmişəm. Gəlirdim, məktəb qutarırdı, hələ bizim dövrümüzdə. Təzəcə qırışığımız açılırdı, həvəsinə axşam yemək olacaq. Yemək oturanda bir dənə dədəm soruşurdu. Nə oldu? Dərsinizi yazmışsınız? Yazmamışıq axı. Qan qarasılıq, çörək də burnumuzdan gəlirdi. Yeməyi bitər, yeyib otağa göndərirdilər, qapını da bağlayırdılar. Oxumasan, çıxma, bir şeylə əzbərləməsən və mənim günüm ondan qara olurdu. Və yaxud da anam nəyəsə əsəbləşibdir, dədəm elə təzə oturanda deyir ki, hə, uşaqlarıma baxırsan, dünya dağılıb, oxumur, neyləmir. Bir arada onun arasında dava düşürdü və aləm dərdi bir-birinə. Ona görə biz ev tapşırığını da yığışdırdıq və inanın ailələrimiz xoşbəxtdir. Hətta bir neçəsi gəlib ki, müəllim, evimizdə xoşbəxtlikdir. Heç kim eşimə şey eləmir. Bir də görsən bir valideyn zəng geçir. Müəllim, uşaqlar belə bütün gün boş gəzirlər axı. Deyirəm axı, ev tapşırığı meyar deyil. Hə, ev tapşırığı olar, yaradıcı olar, nə bilim, qiraət üçün olar, bir layihə əsaslı ola bilər. Adam, mən götürüm buna 100 test, 200 test, gücüm nə qədər çatır, hədəfin testini al, opsin testini al, bupsin testini al, uşaqlar yüklənir, gəlirlər 10-11-ci sinifdə artıq oxumaq həvəsi, eşqi ölür. Ona görə bizim tövsiyəmiz müəllimlərimizə həmişə bu olur ki, biz onlara sevgi verək. Biz o dərsi sadəcə inandıraq ki, bu sənə lazımdır. Hara qədər lazımdır? Hə, yox, bizim uşaqlar göydən düşüb, yox. Biz problem yaşamırıq, sizdən daha çox yaşayırıq. Çünki adam gəlib deyir ki, mən sənə bu qədər ödəniş ödəyirəm, mənim uşağımın balı niyə 649 oldu, 51 olmadı? Yəni, bunun davası biz daha çox əziyyətini çəkirik. Amma mübarizə aparırıq, savaşırıq hər gün.
mən dünən bu yaxınlarda bir TikTok videosu paylaşmışdım. Biraz da 8 saatlıq iş rejimi ilə bağlı deyib qaçıram ki, dava düşməsin. Yəqin bilmirəm, görənlər olub, qabağına çıxan, çıxmayan olub. Mən deyirəm, gəlin ümumi təhsilimizin dərdindən danışaq. Amma İlahə müəllimə deyir ki, bəs mənim uşaqlarım, hətta sənin uşaqların müəllimsiz evdə qalırsa, anansız evdə qalırsa, hansısa həkimin, hansısa nə bilim resepsiyonun, hansısa qeydiyyatçının uşağı da qalır da. Biz ümumi prosesdən danışdıq. Hə, bizə görə məktəbdə istədiyimiz mühiti yaradıla bilsə, istədiyimiz şəraiti verə bilsə, gözəl məktəbdə təzə Şəmsəddin müəllimin binasında möhtəşəm bir şərait var. Nəinki müəllimlər otağı, hər kafedranın ayrıcı otağı var, hər mərtəbənin çay mətbəxi var. Bu şəraitinə işləməyə nə var ki? Dövlət məktəblərində də olsa, əlbəttə bizim üçün də xoşdur, hamımız üçün də yaxşı olar. Və əmin edirəm ki, bir gündə olacaq. Bunu kimsə yazmalıdır, kimsə deməlidir. O baxımdan bir müəllim olaraq sevgi verməyi qarşımıza məqsəd qoymuşuq və sevgini də ala bilirik. Və hədəf ilə bağlı tanıdığım bir neçə üz var deyirəm. Təhsillə bağlı nə vaxt, nə zaman, ayrıca, xüsusi sistemdir, dəyərlərdir, fərqli seminarlarımız var. Biz bura gəlib müəyyən əlimizdən gələn sizinlə bölüşməyə hazırıq. İstənilən gündə direktorunuz müraciət edir, bunu təşkil eləmiş oluruq. Və belə də ki, Bakıya gələndə xahişimiz odur ki, vaxtınız olanda, həvəsiz olanda, sadəcə buna maraq olan adam olsa ki, biz deyirəm ki, bu çox danışdı, şahım mənim təriflədi, görürüm, axı bu liseydə bu nə olan şeydir. Bir-iki gün sizin dərslərinizdə oturmaq istəyirəm. Biz buradan 6 nəfər heyəti ötürdük, göndərək ki, geçsin Türkiyədəki məktəbə baxsınlar, görə onlar yaxşıdır, biz yaxşıyıq. İndi hələ çəkib qutaranmamışıq. Amma oradan da alacağımız var, bizim də gördüyümüz daha yaxşı bir şey olacaq. Mən sizləri çox yormuyum, yenə çox danışdım həmişə kimi. Təşəkkür edirəm, xoş gəlmişsiniz. Ümid edirəm, axıra qədər də belə maraq ilə, həvəs ilə gözləyə biləcəksiniz. Əgər sual varsa, kiçik bir-iki sual ala bilərik. Yoxsa mən sizin alqışlarınız ilə Qubanın yetirməsi, hörmətli Nizami Hüseynovu, Nizami müəllim gəlsin. Bu o Nizami müəllimdir ki, bugün hədəf liseylərinin məndən sonra ikinci adamıdır. Hal-hazırda hədəf liseylərinin icraçı direktoru vəzifəsini aparır, bütün liseylərimizin. Və mən tez-tez bunu reklam kimi deyirəm ki, həmin Nizami müəllim ki, həmin yaşıl üzlü ədəbiyyatı bir gün Qubada oxuyub, bir dəfə mənə telefonla zəng eləyib, nəsə sual soruşub, onu özü deməliydi, mən deyirəm və kontakt etib. Sonra təsadüfən rastlaşmışıq, yəqin ki, hələ qismətdir və bugün bizim, belə deyək, tövfəmiz də olub, amma bugün Nizami müəllim ölkəmizdə tanınmış bir yaxşı müəllim kimi, yaxşı repetitor kimi ki, yavaş-yavaş əlindən alırıq o proseslər bitsin. Amma testlərin yazılması, dərsliklərimizin hal-hazırda hədəf dərsliklərin müəllifidir və həm də Qubanın yetirməsidir deyə, sizin halal malınızdır deyə, halal məhsulunuzdur deyə, rahat-rahat halal xoşunuz, sizi baş-başa bırakıram, sağ olun.